Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda 6-cı sinif Yeni Azərbaycan dili dərsliyinin iş dəftəri tapşırıqlarının izahlarını paylaşacağam. Kitab çapı bölməsi iş dəftərində səhifə 52-53 əhatə eləyir. Bu videodan əvvəl kitab çapı səhifə 80-dən 82-yə qədər olan hissənin izahlarını paylaşmışam, dərslik izahlarını. İndi isə bu hissəyə aid iş dəftərini paylaşıram. Siz də kanala abunə olaraq paylaşılan bu videolardan davamlı olaraq faydalana bilərsiniz. Videolarımızı bəyənin, paylaşın. Biz hər bir mövzunu sırayla səhifə-səhifə çəkib izahını paylaşıb sizlərə dəstək oluruq. Siz də videolarımızı bəyənin, paylaşın, çoxlu rəylər yazın ki, eyni qaydada kanalımıza dəstək ola biləsiniz. Abunə olduqsa, keçək sualların izahına. A tapşırığı deyir, mətndə hansı suallara cavab yoxdur? Kitablar mexaniki üsulla ilk dəfə harada hazırlanmışdı? Mexaniki üsulla ilk dəfə Çində və Koreyada hazırlanmışdı. Bu sualın cavabı var. Çap tezgahının yaradıcısı kimdir? Gutenbergdir. Bu sualın cavabı var. Johann Gutenberg neçənci ildə anadan olmuşdu? Bu sualın cavabı yoxdur. Biri 3-dür. Dünyada ilk çap nümunəsi hansı kitab olub? Bibliyadan 42 səhifə. Bu sualın cavabı var. Manütsünün nəşriyyatı hansı şəhərdə fəaliyyət göstərdi? Venesiyada. Bu sualın da cavabı var. Manütsü yazıya hansı durğu şairlərini gətirmişdi? Bu sualın cavabı yoxdur. Deməli, burada 1, 3-cü sualın cavabı yoxdur. Bir də 6-cı. 3, 6 doğru cavabımız olacaq. B tapşırığına keçirik. Fikirlərin hansı naşirə aid olduğunu qeyd et. Johann Gutenberg, Aldo Manuzzi, hər ikisi. Avropada kitab çapının əsasını qoydu. Kitab çapının əsasını qoyan Gutenberg 1-ə A olacaq. Kitabçılıq işində bir çox innovasiyalar etdi. Bu Aldo Manuzzi'dir. B. 15-ci əsrdə yaşayıb yaratmışdır. Bu hər ikisinə aiddir. Hər ikisi 15-ci əsrdə yaşayıb. Çap təzgahı yaratdı və çap prosesini avtomatlaşdırdı. Bu Gutenbergə aiddir. Durğu şairlərindən istifadəyə dair ilk təlimat kitabı hazırladı. Bu Manuzzi'yə aiddir. Kitab nəşrin inkişafında böyük rol oynamışdı. Hər ikisinə aiddir. Deməli, 1A, 2B, 3C, 4A, daha doğrusu ABC'nin qabağına rəqəm yazırıq. 1, 2, 3, sonra 1, 4A, 5B, 6C. Yəni 1, 4 A bəndinə aiddir, 2, 5 B bəndinə aiddir, 3, 6 C bəndinə aid olacaq. Doğru ardıcıllığımızda. Keçirik C tapşırığına. C tapşırığında nə istəyir bizdən? Aldo Manuzzi'nin kitabçılıq işində yenilikləri ilə bağlı fikirləri konkret faktlarla genişləndirib yazın. Durğu işarələrini standartlaşdırdı. Çap kalliqrafiya sahəsində yeniliklər etdi. Çap səhifəsinin dizaynında normalar yaratdı. Kiçik formatlı kitablar çap etdi. Deməli, ilk məlumatımızdan başlayırıq. Durğu işarələrini standartlaşdırdı. Yazırıq C tapşırığında. Orta əsrlərdə müəlliflər mətn yazarkən özünə məxsus durğu işarələri işlədirdilər. Bu, müxtəliflik, çətinlik yaradır, anlaşılmazlığa səbəb olurdu. Manuzzi bu çətinliyi yaradan qaldırmaq məqsədi ilə müəlliflər üçün Məsləhətlər adlı kitabça hazırladı. Daha sonra çap kalliqrafiya sahəsində yeniliklər. Yazırıq ki, çap kalliqrafiya sahəsində yeniliklər etdi. Manuzzi zərif və azca maili olan yeni şrift işləyib hazırladı. Əl yazısını xatırladan bu şrift kursiv adlandı. Bu şriftdən əsasən mətndəki bəzi hissələri fərqləndirmək üçün istifadə edilir. Daha sonra çap səhifəsinin dizaynında normalar yaratdı. Bu hissəyə baxırıq, yazırıq. Səhifələr nömrələndi, şriftlərin və mətnin kənarındakı boşluqların ölçüləri dəqiq riyazi prinsiplərə uyğun verildi. Daha sonra kiçik formatlı kitabçalar çap etdi. Manuzzi'nin cib ölçüsünə uyğun hazırladığı kitabçalar ucuzluğuna və asan daşındığına görə oxucular üçün daha əlçatan oldu. Klassik və müasir əsərləri kiçik formatda nəşr etməklə naşir geniş oxucu auditoriyası yaratdı. Bu formada C tapşırığını həll eləmək olar. Hər bir hissə haqqında tam ətraflı və yazılı məlumat paylaşıldı. Keçirik növbəti hissəyə, ikinci dərsdə A-ya. Oxuduğun mətnə və məlumat vərəqlərinə əsasən Johann Gutenberg və ya Aldo Manuzzi haqqında bioqrafik mətn yaz. Johann Gutenberg, kimliyi ixtiraçı, zərgər, mühəndis, doğum tarixi təxminən 1397-1400, doğum yeri Almaniya Mainz şəhəri,
Vəfat tarixi 1468. Əlavə məlumatlar. Faust adlı tacir kitab istehsalını genişləndirmək üçün Gutenbergə borc vermişdi. İxtiraçı mühəndis borcu qaytara bilməmişdi. Tacir Gutenbergin çap dəzgahlarını müsadirə etdirib, özü mətbəə yaratmışdı. Gutenberg maddi ehtiyaclar içərisində vəfat etmişdi. Daha sonra Aldo Manuzzi haqqında. Kimliyi, naşir, rəssam, doğum tarixi təxminən 1449-1452. Doğum yeri İtaliya, Bassiano şəhəri. Vəfat tarixi 1515. Vəfat yeri Venedik. Əlavə məlumatlar. Manuzzi 1470-ci illərin əvvəllərində təhsil almaq üçün Romaya getdi. O burada Yunan və Latın dillərini mükəmməl öyrəndi. İndi həyatı, yaradıcılığı haqqında biz hər iki və ya ikisindən birini haqqında məlumat versək kifayət eləyir. Ona görə mən hər ikisi haqqında yazacağım. Kim hansını istəsə götürüb qeyd eləyə bilər. Johann Gutenberg təxminən 1397-1400-cü illərdə İtaliyanın Mans şəhərində anadan olub. Əsl ixtisası mühəndis olan Gutenberg zərgərliklə də məşğul olub. 1440-cı ildə çap dəzgahı yaratmaqla kitab çapının ixtiraçısı kimi adını tarixə yazdırıb. Onun yaratdığı dəzgah hər hansı mətnin surətini az bir zamanda çoxlu sayda çıxarılmasına imkan verirdi. Gutenberg 1445-ci ildə Bibliyadan 42 sətirlik bir hissə çap etdi. Bu, dünya tarixində ilk çap nümunəsi sayılır. Çap maşınının ixtirası ilə Avropada çap istehsalı geniş yayılmağa başladı. Mətbəələrin sayı günü-gündən artırdı. 1448-ci ildə kitab istehsalını genişləndirmək üçün Johann Faust adlı tacirdən borc alan Gutenberg borcu qaytara bilməmişdi. Tacir Gutenbergin çap dəzgahlarını müsadirə etdirib, özü mətbəə yaratmışdı. Gutenberg 1468-ci ildə maddi ehtiyaclar içərisində vəfat etmişdi. İndi isə Aldo Manuzzi haqqında gəlin məlumatlara baxaq. Aldo Manuzzi 15-ci əsrdə İtaliyada fəaliyyət göstərən məşhur naşir idi. Aldo Manuzzi təxminən 1449-1452-ci illərdə İtaliyanın Bassiano şəhərində anadan olmuşdu. Manuzzi 1470-ci illərin əvvəllərində təhsil almaq üçün Romaya getmişdi. O, burada Yunan və Latın dillərini mükəmməl öyrənmişdi. Uşaqlıqdan yaradıcılığa meyilli olan Manuzzi burada rəssamlığın sirlərinə də yiyələnmişdi. Manuzzi çox yaradıcı insan idi. O, kitab işində bir çox innovasiyalar yaratmışdı. Durğu işarələrini standartlaşdırmış, çap kalliqrafiyası sahəsində yeniliklər etmiş, çap səhifəsinin dizaynında normalar yaratmış, kiçik formatlı kitabçalar çap etmişdi. Məşhur İtalyan naşir 1515-ci ildə Venedikdə vəfat etmişdir. Yəni, bu şərtdə bizdən ya Johann Gutenberg və ya Aldo Manuzzi haqqında, yəni ikisindən biri haqqında məlumat yazmağı tələb edirsiniz. Yəni, birini yazsanız kifayət eləyər. Mən hər ikisi haqqında məlumat qeyd elədim. Kim hansını istəsə özü üçün qeyd eləyə bilər. Dəyərli izləyicilər, 6-cı sinif Yeni Azərbaycan dili dərsliyin iş dəftəri səhifə 52 və 53 əhatə edən hissələrin də izahlarını paylaşdım. Kanala abunə olun, videolarımızı bəyənin, paylaşın ki, siz də bizim davamlı olaraq izləyicilərimizin sayını artırmağa kömək eləyəsiniz. Eyni zamanda paylaşdığımız bu videolardan da faydalana biləsiniz. Hər bir mövzunun izahı səhifə-səhifə yazılı formatda qeyd olunur sizlərə dəstək olmaq üçün. Unutmayın ki, sizlərin də mənə dəstək olması üçün mütləq kanala abunə olub videoları bəyənib paylaşmağınız lazımdır. Sağ olun, növbəti izahlarda, növbəti videolarımızda görüşərik.